vaxtınız xeyir. Sağ olun. Çok sağ olun. Buyurun. Ben Rusya'dan zəngirəm, bəy. Çok güzel. Səni Bakıya aparan sənin o sikməyir. Abi yer gitsin ama söyleme sen başın. Şikayete gidecek. Şəhətə gedir. Şikayet olur kanalımız bağlanır. Bunların məqsədi nədir? Sənlə belə nə ayırmaq istəyirlər bu məhkəmə? Nə eləmək istəyirlər bunlar? Get vaxtı son sıçrayışlarını eləyir. Hakim. Heç elə bilməzlər bunlar. Eləyəməzlər. Qələt eləyirlər. Eləyəmdir qoy özlərinin altındaşını eləsin. Nə yapmaq? Müstəqizləri. Heç nə bəy, çox sağ ol, təşəkkür edirəm. Çox sağ ol, sağ ol. Deməli də, görün Almaniya nə gözəl. Alo, alo. Alo. Bəli. Salam gözəl qardaş. Salam, salam, gözəl insan, salam. Buyur. Necə sana gözəl qardaş? Sağ ol, gözəl insan, buyur. Yaxşı ol. Sənin xəttinə düşə bilmirik biz, müəllim. Mən vaxtım olmur bəy. Burada yani başım çok karışık olur. Telefonla danışamıram. Ancaq efirdə qəbul eləyir. Efirdə zəyləri qəbul eləyir. Ay müəllim. Salam iş olar müəllim. Bu dediğiniz işten necə eləyək? O planlı şəkildə iş var idi ya. Nə planlı şəkildə iş? Nə planlı şəkildə hansı işi deyirsən? Döydürmə videosu. Kimi döydürmə deyirsən? Abi müəllim. Bəli. Bu Şəmkirdəki bu 14 yaşlı qızdan tutulan bu müəllim zındır bir qeyrət oğray. Hə. Bunun haqqında hələ heç bir tədbir görülməyib bu uğraşın. Görülmüyor. Görülmüyor. Böyle yalandan dövdüler, zamanı tuttular. Ortada başka hiç de yoktu. Bey, gördün mü onu mənə həvalə eləsəniz, detallı şəkildə məlumat versəniz, arxasını örgənsəniz kim durub, mən onunla məşğul olaram. Gördün ki, Beylaqanda. Mənim Qabil müəllim, deməli bir dənə əziyyət çəkib bu neçə ildə bir dənə maşın almışam mən. İndi mən məşğulluğa gedirəm ki, mən kasıb oğlanam, Qarabağ döyüşçüsüyəm, veteranam. Bəs mənə bir köməkli eləyin, özüm ufus adamam, mən motoristə aid bir şeylər verin. Deyirlər sənin adında maşın var, biz sənə maşın verə bilmərik. Maşının da 5000 qiyməti var. İndi mən qalmışam belə ki, mən maşınımı satım, bunlar mənə, nə bilim, nəsə versinlər və yaxud qalmışam belə bir çıxılmaz vəziyyətdə. Bu tapılmır da qardaş, bu ölkən yiyəsin, biz çıxarda bilmirik ortaya. Nə təliyək, nə qaraq bilmirik. Heç nə, İlham Əliyev nə qədər oradadsa, heç nə əldə eləyəməyəcək, aydın məsələ. İnşallah indi bunların sonu çatıb. Bunlar yola salandan sonra, bilirsənmi, ölkəni inkişaf eləmək üçün gərək Avropa, Amerika, sivilizasiyalı dünya pul ayırar. Bütün ölkələr Çindən belə pul ayırır. Çin 15 milyard məsələn ayırır da 20 milyard Azərbaycan sərmayə qoysa, o Çin üçün bilirsən nədir? Çin devləti üçün bir ovuc semişka deməkdir. Bir semişka. Amma bizim üçün o devləti əməlli başlı qaldırmaq deməkdir. İndi Pusat İlham Əliyev özünü elə göstərib ki, heç bir devlət İlhama pul vermir. Neftin qiyməti düşə gedir. Deməli ölkəmizin %95% neft qazdan bəhrələnir büdcəmiz və 5% cərmələrdən. Ona görə, yəni bizim İlham Əliyev artıq heç kim etibar eləyib yatırım qoymur ölkəyə. Heç kim ölkəmizə borç yox, heç faiz də vermir Azərbaycana. Ona görə İlham Əliyev bak. Qabil bəy, bir qardaş var, sənə sualı var, qurban sənə bir gör. Buyursun. Qabil mənim, salam bir daha axşamınız xeyr. Mən sual vermək istəyirdim ki, sizin hər şeyinizi necə sikmək olar? Heç olmazsa qeyrətiniz namusunuz olsun, namusunuz. Mənə qardaş deyirsiniz, sonra da deyirsiniz qeyrətinizi, uğraşsınız da, buna bax. Fikir verirsiniz mi?
bağışçı qəhbə var ya, bax bu soska. Bax bu bağışçısına soxduğunuz budur bax. Anasına çaldırdığınız budur bax. Anasına çaldırdığınız. Anasına çaldırdığınız. Söyüş-söymə qabiliyyətiniz də yoxdur. Mənə qardaş deyil, qardaş. Mənə qardaş deyirsənsə, bədbəh oğlu, mənim yoldaşım sənin bacın düşür. Qardaş deyirsən. Mən qardaş dediyim adamın deməli onun yoldaşı, onun bacısı mənim də bacımdır. Onun yoldaşı mənim də bacımdır. Yəni sən qardaş deyirsən, sonra mənim qeyrətimi söyürsən. Təsəvvür edirsinmi? Təsəvvür, buna baxın buna. Bunun ana bağışçısına nətər soxa bilərsiniz? Baxın, ana bağışçısına. Bağışçısına yaxşı gedərim bunun anasına bağışçısına. Özdə deyir ki, acından ölürəm, sosial vermir, maşınım qalıb əlimdə. Görün, indiki qəhbəliyin növünə baxın, ha, fikir verirsiniz. İndi bunun bağışçısına söyün, bu anasına bağışçısına. Söyün bunun anasına bağışçısına. Və bunu toplayanlar var, ha, belə adamları toplayanlar var. Belə adamları toplayanlar var ki, sabah hökumət dəyişən kimi bunların bağışçısına dombatma qoyacaq. Bunların bacısına dombatma qoyacaq. Alo. Alo. Akşamda xeyir Qabil müəllim. Hər vaxtınız xeyir. Buyurun, canlı yayındasın. Qabil müəllim, sizə xasmazdan izləyirəm. Buyurun. Sizə böyük hörmətim var. Həqiqətən sizin xətrinizi çox istəyirəm. Bəyəkçinin də böyük hörməti var idi. Mənə qardaş deyir. Sonra da məni söyür. Yaramaz köpək oldu. Yəni elə insanlara bilirəm nə demək istəyirsinizsə o gülüşlərin altında çox şey yatır. Amma o deyirəm ki, bundan əvvəl zəng eləyən mənə də yazmışdı TikTok səhifəsində dedi ki, bəs mən kasıbam, qaziyam, ayağım yoxdur, mənə kömək elə. Sonra mən öyrəndim, dedilər ki, Şəmkirdə mənəm deyən obyektləri var. Hə, deməli efirə çıxıb orada qaziyəm deyir, Allahdır. Sonra deyirlər Şəmkirdə obyektləri var. İndi qoyun mən ona baxım Şəmkirlər, bu kimdir bu qəhbənin balası mənə deyin, zəhmət olmasa. Şəmkirlər yəqin ki mənə çatdırar. Mən deyim də Qabil müəllim sizə, onların Şəmkirdə mənim əskər yoldaşım, onların Şəmkirdəki paniklərində işləyir. Onlar Rusiyaya mal vururlar. Onun bağışçısının ağzına sən verəsən. Onun bağışçısını, orada deyir, qızı 4 nəfər deyir, qızı deyir, zorlayan müəllimi döydük deyir, yoxsa döydülər deyək, qızı zorlayıb da, baxmırlar, get bir də döy də. Sən zaten döyən olsaydın içərdə olardın, döyən uğraş sən döysən. Amma 14 yaşında qızı zorlayan çöldə daxı, kişiliyin olsun get bir şillə burada. Vura bilirsən, vuramırsan axı. Onları götü çatmır da siz də bana bağışlayın. Heç nə, indi mən Şəmkirlərdən öyrənərəm o kimdir. Onun bağışçısını gecə ilə dombaldarlar gözünün qabağında eləyərlər. Oldu, sağ ol. Sizdən bir balaca kimi xahiş eləmək istəyirəm. Buyurun. Bu canlı yayında qızlara qarşı ədəbsiz sözlər yazılar. Valla Qabil müəllim, girmək olmur canınıza. Bir dənə xahiş edirəm. Onlar haqqında tədbir görün də, artıq dərəcədə. Dedilər, bax sən dedin, indi burada da eşitdilər, yəni burada söymək lazım olanda hamımız söyürük. Deyirəm ki, bu Şəmkirini söyün məsələn. Amma söymək lazım olmayanda qıraqdan gələnlər var, baxıb deməsinlər ki, burada elə hamı tərbiyəsizdir, hamı nə bilim nədir. Ona görə görə elə bunun mənə yazdıqlarına baxın. Yazdıqlarına. Bağışçı qəhbədən gedir ha söhbət, baxın. Salam Türkoğlu, bizə salam ürək, bax salam ürək, salam ürək. Bax, burada nə deyir baba, burada görək. Oldu Qabil müəllim, oldu inşallah. Biz sizi çox sevirik, sizi izləyirik. İnşallah biz sizi gələcəyin prezidenti kimi Allahın köməkliyi görürük. Öpürük, bağrımıza basırıq. Tələsməyin, açan vaxt olar inşallah, onda danışarıq. Salam, canlıdasan bir aç. Dərdləşək. Bax, görürsünüz dəyərli vətənlər. İndi bir daha bunun ana bağışçısının ağzına tökün. Bir daha bunun profil şəklini gördünüz mü? Gördünüz mü? İstədim deyəm ki, bir daha bunun anasının bağışçısını qoyun ortaya.
Profil şəklini sildi, baxın profil şəklini. Sildi. Gördünüz mü sildi? İndi mən bir dənə buna bir səs atım, bir dənə buna da bir səs atar. Yoxsa atar, bir dənə də səs atar. Şimdi. Aya Şəmkiri dığası, sen ona səni mənə çatdıracaqlar kimliyini, adamın anasını, bağışsını səni kimi qayırmırlar, qardaş deyib sonra söyləyəsən. Qardaş dediyin adamın bacısı sənin bacındır, sənin nəslinin ağzına verim mən. Sənin sülaləni qabil sevənlər rahatlasın, ay uğraş, ay binamus, ay şərəfsiz, söyüş söyməyin qaydasını da bilmirsən də, söyüş söyəsiydinsə o qardaşım sözünü niyə deyirdin dəfələrlə? Sən başına başı deyib altına salıb gecə qayırırsan mə? Sən it cinsindən sənmi? Ananı qoy gün bizə dəqiqə. O hələ bunu göndərin bu səsi, bu səsin bu hissəsi. İt cinsindən sənmə, atan içib piyan gələndə ananı mı qayırırsan, ay uğraş? Qancıq oğlu qancıq. Şəmkirdən belə qəhbə çıxmırdı, sən hardan çıxırsan, hə? Böyüyümün ağzına, sənin ev yoxdur. Az qaldı, darıxmayın, çoxlarının anasını bağışsın, dombaldacam, ha. Çoxlarının anasını bağışsın, dombaldacam, ha. Elə baxmayın, darıxmayın, birinci Şiştəpədən başlayacam, Şiştəpədən, darıxmayın. Buyur bəy. Hər vaxtın. Profil şeklini attım sənə, baxarsan. O görmürsən, o uğraşın balasın, qadın o qoydu işim, hamilədir. Sən o görmürsən, nə alsan, bir qeyrətdir ola. Onlar hamısı İlhamın o götürün deşiydilər, onlar. Allah onlara minlərlə. Bildim, söyür, o qədər trollar söyüb ki, adamı yer eləmir, söysün. Bir də, amma adama... O günə çıxır, onlara hamısını bir dənə sünnet edəcəyik gibidən. Ondan da sonra getdilər. Abi, mən günüm Şəmkirdə keçən adamam, mən günüm Şəmkirdə keçən oğlanam. Yadınızdadır, Rusiyalı Şəmkirli çıxdı bizim efirə. Dedi, Qabil, sən deyirdin ki, Bakirəliyi 4-12 minə alırlar Azərbaycanda, auksiyona qoyurlar da, ərəblər gəlir, seçirlər qızlar. Deyir, Qabil, şəxsən mən Şəmkiriyəm, Şəmkirə düşdüm, özü 50 neçə yaşı var idi. Dedi ki, Qabil, bir zəmbil yemək, qız yaxınlaşdı mənə, 13-14 yaşında, bir zəmbil yeməyə ehtiyacımız var bizim. Nə deysən eləyirəm, deyir, özü toran qaranlıq düşən vaxtı, deyir, mənə yaxınlaşdı, deyir. Mən, deyir, gözümdən, əsəbimdən yaş gəldi, yəni bir təri oldum. Bizim efirə qoşulmuşdu, yadınızdadısa. Yəni, yeri gələndə Şəmkirin qeyrətli oğlanları var, yadınızdadır, qız icra başçının oğlu necə doğradı Şəmkiri qız. Yəni, bu peysərlər, hardan çıxmısınız siz? Beləksi o uğraşda it qalıqdaşdır. Mən deməli, mənə 100 nəfər söyüb, Azərbaycanda 2 nəfər söyülür. Biri İlham Əliyevdir, ən çox söylən. Bir də trollar tərəfindən, 20, 30, 50, 100 nəfər, balaca bir qisim trollar tərəfindən minlərlə profillərinə söylənmənəm. Görürsən, heç o qədər mənə yer eləmirdi bu söyüş. Sən qardaş deyirsən, söyüş söyəsiydinsə, niyə neçə dəfə qardaş deyirsən sən? Demə də, söy də, məni söy. Sən mənə qardaş deyib söyəndə, hələ bir belə əzəllərini də qoy belə şəkil çəkdiribsən. Sən mənə qardaş deyib söyəndə, mən səni öz anasını qayıran uğraş kimi baxıram və ona görə əsəbləşirəm. Öz bacını qayıran uğraş kimi baxıram. Ona görə əsəbləşirəm sənə. Söy məni, problem yoxdur, trolsan da aydın məsələ. Amma mənə qardaş deyib söymə. Adımı çək söy. Trolluqdan çıxıbdan çörəkləri. Neyse. Adım doğrudan nəsə. Oldu bəy, çox sağ ol, var ol. Sağ ol. Sağ ol. Alo. Salam, bilmədim. Aleyküm əssalam. Sağ ol, sağ ol. Qabil bəy, sizdə bir xəbər aldı. Bu hesablar nə tanımladı? Sən arvadın Benim trollar deyəsən düşüb üstümüzdə trollar. İndi güya sən Almaniyadasan. Almaniyada olsan bu nömrə ilə səni yarım saata götürdürərdim. Hansı ölkədəsən? Adın nədir?
Bir dənə görüntünü aç da onda. Bir dənə görüntünü aç evlərdən Liboy bir adresi göstər poçt kutusunu mənə. Ha? Aç, göstər. Hanı, açmırsan axı. Yox, bunların üstündə çox durmayaq, dəyərli həmvətənlərim. Çox durdunuz, gördüm, açmadı. Çox durduqca bunlar bizim zəif biləcəklər ki, bunları tez qızıqlandırmaq olur, bu qabili qızıqlandıraq, efirini, nə bilim, zay eləyək, efirini sıradan çıxardaq. Ona görə belə şeylərə baş qoşmayın. Sadəcə mən bir balaca pis oldum ki, belə özündə bazburtlu göstərən Azərbaycan kişisi, Azərbaycan gənci, qardaş dediyinin bacısını söyürsə, öz bacısına kərkinən bacısının mamışını yalayan uğraşlardı. Və bunun bu uğraşında Şəmkir tərəfdən çıxmasına çox üzülürəm mən. Çox güman Şəmkirlər deyəcək, o kimdir? Və onun mən bilirsə neyniyəcəm? O qalsın soruya. Alo. Salam aleyküm Qabil müəllim. Aleykümə salam. Qabil müəllim, mən biraz əsəbiyyəm, para deyiləm. Siz söyənin var yoxuna nə qoyarım. Mən sizin ümidimi bağlamışam. Sizi söyən məni də söyür. Onun var yoxuna nə elək. Onun kökünü kəsəcəm. Onu axtarlayacam öz əllərimlə. Adam bacı, qardaş dediği şəxsin arvadın söyərmi? Bu kişiliyə yaraşmayan şərəfsizlikdir, namussuzluqdur. Azərbaycanda bir şey görünməyib. Ay sen kardeş değilsin, onun arvadı, senin kardeşinin arvadı sayılır. O kuraç, ay vicdansız, ay şerefsiz. O kimdirse, onu Şəmkirdə daşlarından mən asatam. Ne güzel olsa da. Ben uğraşlardır, evci insanları kabilmedim. Ben özümden bakışa bilmedim. Evde kalmışam, işe gidebilmedim. Süper süze baktım, havalandım. Əsəbləşmə bəy, əsəbləşmə, başına dönərəm, əsəbləşmə. Ümidim sizsiz. Əsəbləşmə. Onun hər halda qabil sevənlər onu Şəmkirdə tapıb qaranlıqda bir şey eləyəcəklər hər halda. Sanki ki, sən əsəbləşmə. O, sağ ol. Sağ ol. Təşəkkür edirəm. Sağ ol. Sağ olsa İncim. Bir dənə bu Elşad bəy deyir, onu açıqlayacağım kimdir. Elşad bəy salam, necəsiz? Salam mənim qardaşım, salam. Belə baxdım sənə efirə. Neçə vaxtı bilirsən də Ramazandan sonra efirlərə zada baxmırdım. Tam sənin efirə baxıram. Niyə əsəbləşirsən? Mən deyim də o Şəmkirdə yaxşı qardaşlarımız çoxdur. O bilsən kimdir? Kim? Cavid Qurbanovun bacısı oğlu. Cavid Qurbanovun anası Şəmkir ermənisidir axı. O deməkdir ki, Şəmkirdə olanların hamısı Şəmkirlidir. Cavid Qurbanovun anası rəsmən Şəmkir ermənisidir. Adını dəyişdiribdir. Bilirəm. Cavid Qurbanovun qohum əqrəbələrindən. Ona görə də elə efirindən istifadə edib Cavid Qurbanov başda olmaqla bütün anası, arvadı ermənilərin hamısının ağzına 21-ci parmağımızı verək. Və salam, əsəbləşmək lazımdır. Sağ ol. Sağ ol, var ol. Şəmkir ermənisi. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, deməli, bura zəng eləməyin. Burada görüm 31 nömrəsi. Axırı 31 olan, nömrə 31 olan, bu birisi nömrəmizə. Nömrəmi paylaş, adminlər. Admin qardaş, nömrəmi paylaş. Axırı 31 olan nömrədən zəng gəldi. O, axırı 36 olan nömrəmə zəng eləsin. İndi paylaşacaqlar burada. Axırı 36 olan nömrəm. Deməli, dəyərli həmvətənlərim, yayımı bəyənib, paxırlıqları tutur da var. 3000-dən çox burada izləyicimiz var. 6000-ə qədər burada. 9000-dən çox insan izləyir bizi. 9000-dən çox insan izləyir bizi. Və Qabilin həqiqətlərindən cəmaat agah olur, tanış olur. Bu, əlbəttə ki, birilərinin xətrinə dəyəcək, birilərini narahat eləyəcək. Artıq baxın 10.000'ə çatır. İki platformada 10.000'ə. Burada 6.000, orada 3.000'dən çox 10.000'ə çatır ki bizim izləyicilərimiz var. Bu da elə belə şey deyil. Bu da çox böyük bir şeydir indiki dönemdə.
Alo, buyurun bey, güzel insan, güzel kardeş, buyur. Axşamınız xeyir. Sen necəsən? Kimsə sana qardaş deyib sənin namusunu, şərəfini söysə sana necə təsir eləyər? Söyürsən söyle, niyə qardaş deyirsən? Eşşədir də, eşşədir. Sındır oğlum, sındır. Mən bu bir, elə adamlar ancaq gökdən doğurlar, bu iki. Bəli, bəli. Onlar hamısı gökdən doğulanlar da hamısı başlı. Mən ki, onlar hamısı gökdən doğur, o 100% uğraşırlar. Onlar da var yoxum mən. Sizin 21-ci parmağınız eləcə də mən 21-ci parmağım, eləcə də sizi sevənlərə 21-ci parmağı olan azarına olsun, var yoxlarına olsun. Sağ ol, bu Amerikadan danışasıydıq, sağ ol, Amerikadan danışasıydıq değerli həmvətənlərim. Trump'ın bu məhsullara, ithal,ata, ixracata əlavə dəyər vergisi dünyanı silkələdi bilirsiniz değerli həmvətənlərim. Aləm dəydi bir-birinə, artıq Azərbaycanda çox bahalaşma olacaq. Çox bahalaşma olacaq değerli həmvətənlərim. Qiymət artımı çox olacaq. Dəhşətli dərəcədə. Alo. Çox dəhşətli dərəcədə qiymət artımı olacaq Azərbaycanda. Çünki bu axırı 31 olan bu biri nömrəyə zəng elə. Ay qardaş, hanı? Baba burada bu nömrəyə zəng elə. Bax bura qoydum. Bu nömrəyə zəng elə. Axırı 31 olan nömrə. Çünkü o telefonla yayım aparıram da götürəmirəm. Sən də zəng eləyə durursan. Gözəl insan. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Alo, alo. Salam aleyküm, akşamınız xeyir olsun. Hər vaxtınız xeyir, buyurun, canlı yayındasınız. Bir məlumat paylaşmaq istəyirdim sizlə. Qazaxda deməli bir şəxs qeyd olur. Kişidir, amma qadın paltar giydim. Deyən kişidir işte ki sözlə. Uşaqları yəni qoğurdur və polis də tapa bilmir. Zəhmət olmasa paylaşa bilərsinizmi? Deməli, belə də Qazaxdan bir dənə adı kişi olan, özü kişi olmayan bir adam qadın paltarı giyinərək uşaqları uğurlayır, eləmi? Bəli. Qazaxın hansı bölgəsindən kimi uğurlayıb, belə bir məlumatın da var mı? Buyurun, sizə zəhmət olmasa atın, gözlüyün. Atın baxın. Bu dedilər uğurlayıbdılar, amma tam dəqiq bilmirəm bu qızı. Qazax, Tovuz, aydındır. Zəhmət. Bu adam, uğrayan adam budur mu? Uğrayan adam bu yaylıqlıdır mı? Bəli, uşaqları deyir ki, kömək edin, qoca adamın evə qədər aparır. Ondan sonra uşaqlardan məlumat yəni yoxdur, bilinmir. Universitet uşağı, məktəb uşağı, yəni tək qızlara aparır, yəni olanlara aparır. Tək qızlar aparır. Tovuzda da bir qız etdi, yəqin ki, bu da bəlkə onu aparıbdır. Hər nəysə, bu ilin harasıdır, ilin orta əvvəli, ilin axırı əvvəli olsaydı deyərdik ki, ayinlər oxuturmaq üçün mehriban eləyib. Mehriban ilin ortası daxı, indi nə ola bilər? Neyse, çok sağ ol bey, çok sağ ol, göstərər indi. Çok sağ ol, bax, dəyərli həmvətənlərim, bax, budur, bu adamdır ki, bu adamdır, göstərirəm, belə yaylıqlı, belə qoca adamın dibilə geyinir, bu vaxt göstərirəm. O YouTube izləyicilər daha yaxşı görəcəklər. Özündən bandiya, bunun yanına düşüb gedən qız nə ağıldan gedir uşaq? Niyə uşaqları aldatmaq asandır da. Uşaqları aldatmaq asandır da. Neyse, bu Tovuzdakı bu qızı da uğurlayıblar. Dəyərli həmvətənlərim, bu qızı da uğurlayıblar Tovuzda, bilirsiniz ki. Odur. Uğurlayıblar qızı. Allah bəlalarını versin, bəlalarını. Zənglərinizi edə bilərsiniz, ancaq mən də biraz sağdan soldan danışacağım xəbərlərimdən. Dəyərli həmvətənlərim, bu əlavə dəyər vergisi Trump'ın qoyması bütün özündən Amerikanı, necə deyərlər, Amerikanı neytrallaşdırdı. Amerikanı artıq blokada vəziyyətinə saldı. Amerikanın artıq bütün hər kəs Amerikadan üz döndərdi.
Bilmirəm bu oyunun bunun axırı hara gedəcək. Ayın 5-dən Amerika biz dünya altı üstünə çöndü. Yəni ola bilər deyərsən ki, mən burada çörək alıram, mən burada Azərbaycanda çörək dərdi çəkirəm, bir sumka bazarlıq dərdi çəkirəm, mən durub Amerika dərdi çəkənəmmi? Yox qardaş, yox. Bax indi sənin o bir sumka bazarlığında gör nə qədər artım olacaq. Sənin evinə nəsə bir əşya alacaqsan, nə boyda sənə ziyan dəyəcək. Yəni baxım görmüşüm. Efirə qoşula bilərəm, bu az öncə qardaş deyən aid bir video var. Göstərim sizə. Buyurun. Nətəli qardaş deyənə bir aid video. Dəyərli vətənlərim, değerli soydaşlarım, əlbəttə bazarımıza da təsir edəcək, hər şeyə təsir edəcək, çünki bu çox... Alo. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir. Bir qardaş bir dənə video şəkil göstərdi. Mənim bu statusda mənim dostum bu videonu paylaşıb, görüntülü olar sizə göstərsəm. Yəni. Görüntünü aç. Aç görüntü. Hə, göstər. Hə. Salamünaleyküm. Bu şəkil zarafat məqsədi ilə yayılır. Abi çoxluğun ciddi qəbul edirlər. Bu şəkil ciddi qəbul şəkildir. Kimsə bu zarafat məqsədi ilə yayılır. Həmin insan hələ ki tapmamışam. Aydındır bəy, başını buraxan. Aydın məsələ, başını buraxan. Biri deyir zarafatdan yayılıb, biri deyir qəsdindən yayılıb, biri deyir həqiqi yayılıb, biri deyir tozda qız itdi. Hər halda regionda, regionumuzun hər yerində körpə uşaqları, xüsusilə qız uşaqları itir və belə hallar olanda da insanlar haqlı sürətdə yayma zəng edə bilərsiniz dəyərli həmvətənlərim. Yayma zəng edə bilərsiniz. Bircə dəqiqə. Bir şeylər. Abi müəllim, götürsə sizlə danışmaq istəyirdik. Abi, mənim belə boş-boş danışmağa vaxtım yoxdur. Alo. Aleyküm əssalam. Mən onu buna salam söyləməm efirdir. Başın xarabdır sən. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, telefon zəhləri yığışdırıldı artıq. Keçdik xəbərlərimizə. Zəng eləməyin. Yenə zəng elədi bax. Kolum qurusun, zəng eləmə dedim dana. Kolum qurusun, zəng eləmə dedim dana. Alo. Bəli. Ay sağ ol Mələ. Sənin ananı bacını ərəb qayırır Azərbaycanda. Sən də Rusiyada gedib hamballıq eləyib məliyirsən. Bir də möhkəm Mələ. Ay kişi. Rusiyadan zəng eləyir məliyir. Deyirəm odur bax. Ərəbin sən Rusiyada fəhləlik elə, ananı bacını da ərəbin altına göndərir İlham Əliyev. Sən də orada Mələ. Efirimizə qoşul Mələ, bizə mane ol Mələ.
Alo. 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 Bəli. Ay abi sənin var ya. Söyür trolldu. Ha, bak indi bak söydü elə troll. Söysün də. Söysünü eşitmədən adı boy verdi, aydın məsələdir. Eşitmədən adı boy verdi. Amma gəlin məsələn mən bunu sizə. Alo. Trolllar tökülü var öz aramızda. Alo. 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 Bəli. Eşidirik sizi. Eşidirik sizi, eşidirik. Buyurun. Eşidirsiniz? Bəli. Aha. Təzdən deyin, təzdən deyin. Bunda belə iş. Harda işləmisiniz, sizin pulu vermirlər? Sumqayıtdan Nasosunda hərbi hava qüvvələrində Litosfer şirkətində. Hə, pulunuzu neçə ayda vermirlər? Nə qədər verəsizlər? Bir aydan beri vermirlər. Bir aydan çox vermirlər. Birinin 2000, birinin 3000 alacaq Və uşaqlarınız evdə acdımı? Uşaqlar evdə acdımı? Deyirəm Novruz bayramına evə Bəli, bəli, bəli. Novruz bayramına evə gedə bilmədik biz. Bə sən göza dönün, başa dönün. Bə İlham Əliyevin şəklini niyə profilinə vurursan? İlhamın şirkətləri də sizə ac qoyan. Zavur vardı orada müdür. Ona deyil, o deyil, bizlik deyil. Heç nə. İnşallah yəqin ki, xəbər tutarlar, tutmasalar o şirkətin işçilərinə de, hamısı zəng eləsin mənə. Çıxsınlar, minin burada onları. Oldu, sağ ol. Sağ ol. İşiniz keçirsə, problemdən keçə bilirsinizsə, nə edirsinizsə, İlhamın da şəklini vurun, eybi yoxdur. Ancaq ürəkdən sevməyin. O şey deyir ya, Akasiya durağında deyir, hansıdır? Osman var, eşidir ki öləcək, bir aya mı nəyə mi, arvadını özündən diksindirmək üçün, nədir o, Safiyəni özündən diksindirmək üçün bir qız tapır maşında öpüşsün, arvadı görsün, bundan diksinsin. Onda bilir, deyir, zövq alma. Öp deyir, buradan deyir, öp arvadı görsün də bundan aralansın, yoxsa bunun ölümünə dərddən ölməsin, nifrət eləyərək aralansın. Deyir, buradan öp deyir, əxlaqsız qadına deyir, buradan öp maşının dalında. Amma deyir, zövq alma, zövq alma. İndi siz də İlham Əliyevin şəklini vurun ora, amma zövq almayın. Yaxşı mı? Zövq almayın. Vurun ora, nifrət. Hər dəfə vurun ora, belə tu eli, üzr istəyirəm sizdən, belə profilə tutun, tu eliyin üzünə tüpürün hər dəfə. Bunun üçün zövq almayın, amma vurun. Buyur bəy, ağsaqqalı, buyur qadın al. Haqqıma xeyir olsun Erdoğan. Aqibətin xeyir, gözəl insan. Buyur. Bir o zəng gələn oğlan var, deyəcəm maaşımızı ala bilmirəm, mən bilmirəm. Bəs bir onları Əli Kərimlinin çıxışına qulaq astım Qənimət bəyin verilişində. Əli Kərimli deyir ki, İlham Əliyev deyir ki, pulumuz çoxdur Afrikaya sərmayə yatırdırır. Bəs bunun pulu çoxdur, mütəmmatın pulun versin də Afrikaya gəlir sərmayə yatırır. Bəli. Afrikaya sərmayə yatırır İlham Əliyev deyir, pulumuz çoxdur, Afrikaya sərmayə yatızdırırıq. Adama deyirlər, yaramaz prezident, pulun çoxdursa xalqa ver də, yazıqdır da, bu xalqa ver də. Bəli. Deyirəm, bəlkə, Qabil bəy, o vaxtı müəyyən çıxışlarında deyirsin ki, mən prezident gəlsəm bunları Afrikaya göndərəcəm. Bəlkə ona görə sərmayə yatızdırır ki, bizdən... Sözü gör Arnold, düz fikirləşibsiniz ki, Afrikaya sərmayə yatırır, Hasan Adibayorların adına, Kancucilərin adına. Deməli, gələcəkdə qaçanda, bax, dünyanın hər yerinə yatırım ediblər. Hər ölkəsinə. Hara qaçsalar orada onların bir sığınma yeri olsun deyə. İlham, valla, hara qaçsan da Qabilin əlindən bu
Bu od qoydu 55 ildir dədə bala od qoydunuz, xalqın əlindən qaçamayacaqsınız. İlham Əliyev, vallah da qaçamayacaqsınız, billah da. Üzünüzü dəyişdirsəniz də, götünüzdən kəsib üzünüzə yapışdırsanız da xeyri yox. Sağ ol bəy, elə düz fikirləşdin. Hem de bir şey de demek istiyorum. Allah sana Tevfik Yakup'un da kapısını açsın inşallah. Allah onu korusun, Allah ona can sağlığı versin inşallah. O gün olsun ki onun da kapısı açılsın, çıksın azaptırlar inşallah. Çox sağ ol. Mən Avropa ilə əlaqə saxladım müəyyən adamlarla Avropa parlamentindədir. Tevfik Yaqubliyə görə çox böyük sanksiyalar gələcək. Bax, Avropa Birliyi dünən acil toplandı Əkrəm İmamoğlu'na görə və 8 əleyhinə 2 nəfər bitərəf, 90 nəfər dərhal azad edilsin Əkrəm İmamoğlu. İndi yaxşı, Avropa Birliyi qərar çıxartdı. Erdoğan azad eləməsən olacaq. Canınıza sağlıq. Bir dənə sanksiya salacaqlar, gəl görəsən. Uzağa getməyək də elə Fransa, Almaniyada heç olmasa bir 10 milyon Türk var. 10 milyon Türk var. Türk. 10 milyon Türk'ün 2 milyonunu göndərsə nə olacaq? Nə olacaq? Nə olacaq? Əvvəl deyirdilər, əvvəl qorxurdu Almaniya. Türklər çoxsu iş adamıdır. Mağazinlər dönər, qorxu da bunlar sərmayəni çıxardarlar ölkədən. İndi isə Almaniya qorxmur, Fransa qorxmur, hansı geri zəkalı sərmayəni aparar Türkiyəyə. Nə Erdoğan'ın obesi var, nə də gündən günə ölən Türkiyəyə kimsə sərmayə yatırmaz. Yəni hər cürə riçaklar var, çəkib sıxıb boğmağa. Sadəcə birinci deyirlər, ağıldan, başdan elə. Çox sağ ol bəy, var ol bəy. Çok sağ ol, var ol. Sağ ol. Allah seni de korusun. Allah sana can sağlığı versin inşallah. Sağ ol, var ol. Sağ ol. Dualarınızı heç olmasa sağ ol. Dualarınızı əski eləmək, xahiş edin. Hər şey, mən sizin dualarınıza görə ayaqdayım. Bax onu bilin ha. Bu balaca bir şey değil ha. Elə bilirsiniz ki. Elə bilirsiniz ki. Nələrsə etmirlər. Vallahi də, billahi də deyirəm. Mənim efirimə, baxın Elman çıxır ha, Elman bəy. Görürsünüz nə tərz çıxır o adam, hazırlı çıxır ha. Necə çıxır? Zaten Elman bəy çıxır demiş, Elman bəy bu yaxından yenə efirə qoşulacaq. Elman bəy deyir ki, Qabil, efir söhbəti idi o vaxtı danışdığım söhbəti. Dedi, Qabil, sən efirindən çıxanda 3 gün mən özümə gələ bilmirəm. Çox güclü əməllər eləyirlər. Baxın, görün, neçə illərdir mənim səsimi kəsmək üçün. Mehriban Əliyeva İtaliyadan tutun o Alp dağlarına kahinləri, Yahudilərdən tutun Hristiyan cadusu əməli, bütün cadu əməlləri eləyirlər, bax burada görürsünüz. Zərrə qədər təsir eləyirmə mənə. Zərrə qədər. Əsla eləmir. Görürsünüzmü? Çünki niyə? Sizin dualarınızdır mənə ayaqda saxlayan. Onsuz da pul olanda şərəf yoxdur. Ya şərəf yoxdur, ləyaqət, namus yoxdur pul olanda. Yaxşı puldan gedir ha söhbət. 50 milyon, 100 milyon və artıq. Pul olanda namus, şərəf, ləyaqət yoxdur. Ləyaqət yoxdur. Ləyaqət yoxdur. Bəzilərdə qorxur. Vəzifədədir ya vəzifədən vurulub çox qorxur. Qorxu qanına işləyib. Məsələn, acə götürək Rövşən Lənkəranski. Bütün dünya, Azərbaycan sevirdim onu. Onu, Rövşən Lənkəranskini bütün Mübariz Məhsimovdan belə hamı deyir, sevirdi, eləmi? Adnan Əhmədzadə, Anar Əlizadə hamı sevirdi, eləmi? Yericəndə iş adamları, siyasətə qarışan, qarışmayan hamı sevirdi, eləmi? Rövşən Lənkəranski. Və sevirdinizsə, niyə? Nə üçün? Bir dənə ona Braniboynu maşın vermədiniz, güllə keçirməz maşın vermədiniz. Təhlükəsizliyini təmin eləməyə çalışmadınız. Bir dənə Braniboynu maşın vermədiniz. Yaxşı, Nadir Səlifovu sevirdiniz, eləmi? Lotu Qulini sevirdiniz, eləmi? Bəli, kasıbın yanındaydı hər hamısı bu. Zaten sevilən adamlar o demək ki, kasıbların yanında olur.
Sevinç eləmi? Və nə oldu? Türk polisi, Türkiyə devləti belə onu vurana nifrət elədi. Onu vurana nifrət elədi. Türkiyə polisi. Gör nə qədər türklərin də qəlbində ona sevgi var idisə Nadir Səlifova. Onu vurana yubka geyindirib çıxartdılar. Bax onu ki polislər qolundan tutur ha. Mən örgəmişəm. Qəsdindən yubka geyindirib çıxartdılar onu. Abi mani olma, ben indi səni bloka mı salayım? Salam, imkan ver efir aparaqdan. Başım ağrıyır. Ne inəyəcəksən mənə? Deyirəm də başım ağrıyır. Sağ ol, sağ ol. Mənə necəsiz demək üçün aramayın axı. Güən necəsiz? Salam bəy, necəsiz? Buyurun. Axşam xeyir. Hər vaxtınız xeyir, buyurun canlı. Petoklara necə bəxti gətirib be? Necə də pul yönəldirlər olanlarına, belə milyoner eləyib istəyirsən. Dəftəri açılıb olub petoklara. Qardaş, mən burada açıq deyirəm, burada. Açıq deyirəm, bunu bir dəfə deyəsin demişəm. Əli Kərimlinin əsas mavinlərindən biri Seymur Həzirdir. Əli Kərimlinin hakimiyyətə gəlməsi, yəni 2-3 nəfərdən biri gələcək, biri də Əli Kərimlidir. Ya Qubad olacaq, ya Əli Kərimli, ya mən olacam. Nəsə 3 nəfər, 4 nəfər var ki, hakimiyyətə real xalqın daha çox səsini toplayır. Onun bir Əli Kərimli də bunu etiraf eləməyə dəyər. Onu da ən hörmətli mavinlərindən biri Seymur Həzirdir. Seymur Həzir qaynatası Tofiq orada can çəkişir. Ailəsi orada və pis vəziyyətdə. Seymur Həzir kim adam? Yas yerinə yazılmağa pul tapmır. Hani deyirlər İlham Əliyevdən maliyyələşir, xalq cəbhəsi, nə bilim nə. Əli Kərimlinin evində yeyilən bazarlığa da, Əli Kərimlinin evində yeyiləni də mən bilirəm nə yeyilir. Evin adam bazarlıq almağa imkanı yoxdur. Normal bazarlıq eləməyə. Nə danışırsınız siz? Ağlına gələni danışırlar bəziləri. Şərəfsiz binamuslar oturublar, müxalifətə qarşı müxalifətçilik eləyirlər. Buyur bəy, buyur. Yəni siz dəfələrlə müraciət etsiniz məhkəməyə görə, qazilərə görə, şəxs məhbuslara görə ki, yəni kömək edin, ay millət. Bunlar getdilər Petoxa kömək etdilər. Petoxa qəhbiyə başlama, harada zirzibil adamlar var, onlara kömək etdilər. İş burasındadır. Hadi demirəm, mənə tutaq ki, eləmədilər, canları sağ olsun. Mən 1-2 nəfərə zəng eləyəcəm, palajı ilə çıxmağa çalışacağım. Ancaq və lakin, başqa köməyə ehtiyacı olan, Əliyevə qarşı savaşan, sabah hökumətin başından gələsi qüvvələr var. Oğullar var, onlara niyə dəstək vermirlər? Yoxsa düşünürlər ki, sabah gələcək bəziləri anasını, bağışsını İlhamın ətrafında, İlhamın məmurlarının ətrafında arvadını, bağışsını yarıçılpaq çıxardaraq özlərinə yer eləyə biləcəklər. Belə düşünürlər, biz də gələndən sonra bunu eləmək mümkün olmayacaq. Olmayacaq. Onlar tərsdən düşünürlər. Onlar hər şeyi tərsdən düşünürlər. Düşüncəsiz adamlardır. Bəli, dəhşətdir. Qazi deyir, intihar eləyəcəm deyir. Pulum yoxdur deyir. Evə bazarlıq eləməyə. Ona kömək eləmirlər. Cəmaatdan pul atan, nə bilim, Bolt taksini uçurdan narkomana kömək eləyirlər. Hətta köməklərin daha bir... Afristin birinə kömək edir. Ay sağ ol. Bu qədər şeylər var. Ofislər var. İmkanı yanı şəxslər var. Ofisləri işlədirlər. Biri də əlini cibinə atıb kömək eləmir. Nə sizə? Vətən uğrunda. Nə olursa? Vətən uğrunda savaşan. Elə bilirlər ki, belə də olacaq. Vətən uğrunda savaşan, dünyasını dəyişən, yarımcan olan, Əliyevlərə qarşı savaşan, nə bilim, yarımcan olan adamlara dəstək olmurlar. Gedib narkomana dəstək olurlar. Sabah narkomandan kömək istəyərsiz, yaxşı mı? Narkomana.
Hər halda bu pulun bir qeydiyyatı da olur da Qurgenə kimlər pul göndərir. Hər halda ora o karta kimlər pul attı hamısının qeydiyyatı çıxarılacaq da. Hər halda. Hakimiyyətə gələn kimi birinci elə stanoka girənlər sizlər olacaqsınız. Sağ ol bəy, var ol. Sağ ol. Sağ ol. Alo. Alo. Deməli Aya bu şeyx zəhmət olmuş xahiş edirəm səsli salam göndərə bilərsiniz. Ay qaqa sənin profilinə baxırdım bayaqdan bir əmmaməli şeyx qoymuşdun. Özün də elə bir ərəb ölkəsində zaddasan. Ay başına dönüm o şeyxdən salam istəsən, mən kasıb adamam, mənim salamım nəyinə lazımdır sən? Şeyxin çəkini qoy, belə əmmamı olur, o kral şeyxlər. Bircə dəqiqə gün bu nə atır? Burada nə atırdı mən? Aç baba, baba deyir aç. Buydum bu. Bircə dəqiqə. Bircə dəqiqə dostlar. Ama İlham Əliyev deyir, Afrikaya deyir, Afrikaya sərmayə qoyuruq. Pul çoxdur ölkədə, sərmayə qoyuruq Afrikaya. Utanmadan deyirlər, 158 ölkəyə sərmayə qoyub yardım eləmişik. Sən belə deməkdən birbaşa xalqın anasına, başına söyürsən. Xalq az qalır bədənini satar. Zaten yarıya qədəri satır bədənini, şərəfini. Xalqa bədəndə şərəfini bədənini satmaqdan başqa xalqa yaşama şansı qoymayıb sana İlham Əliyev. Çıxıb qırmızı deyirsən, dünyanın 158 ölkəsində yardım eləmişik, Afrikaya belə yatırım eləyirik. Amma Azərbaycan xalqının 70% su tapır. 70% xalq içməyə su tapır. O da qalmışdı heyvanlı qapısında 2 gülün ağacını sulasın. İçində Qanculi Angelo adamlarsınız, ha? Yaramazlar şərəfsizlər. Belə bir Bolt taksi kimi belə bir şou yarananda və yaxud o çıxıb deyir ki, mən ərimə xəyanət eləmişəm. Kimlə xəyanət elədiyini də mən dedim. Elə birinə çıxarlar populyarlə danışmağa söz olsun. Söz olsun. Birdən də belə savaşı başladıb xalqın balalarını qırdıracaqlar. İnsanları o yerə çatdırırlar. Elə bir acdı ki insanlar. Evdə acından ölməkdənsə, Zəngəzurda ölməyi seçənlər də az deyil, ha. Alo. Selamünaleyküm Davud Mehmet. Aleyküm selam, buyurun. Ben severim, çok ürək adamsan, her şeyde düz değilsen valla. Sağ ol, var ol. Mən bu gənclərin ağ günə çıxması üçün, biz yaşadıq, cəhənnəm bizim ayağımız o tərəfə gedir. Ha, bu gənclərin günü qara olacaq. Ben de 19 yaşlar Azerbaycan'a katmışım, Hollandiya'dayım. Görsən, Azərbaycana qaçıb Hollandiya. Bu saat Azərbaycanlılar ancaq Polşaya üz tuturlar. Qaçmağa. Müharibə gedən Rusiyaya niyə 700 min Azərbaycanlı getməlidir? Müharibə başlayandan indiyə kimi 700 min Azərbaycanlı getməlidir işləməyə. Niyə? Çünkü şərait yaratmıyor. Başkasına yani köməkliyor ama bize köməkləmir. Bunların bu millətə sayğısı olsaydı İlham Əliyevin, bu millətə sayğısı olsaydı, İlham Əliyevin ailəsi Azərbaycan dilində danışardı. İlham Əliyevin özü və ailəsi Azərbaycan dilini yaxşı bilmir.
İlham Əliyevin. Leyla gözün mesela bahçe olarak da tanışırsın. İlham Əliyevin, bəli. İlham Əliyevin Azərbaycanlara sayğısı olsaydı dilimizi Azərbaycanlara. Bir dənə Rus məktəbi qəzalı vəziyyətdə deyil, amma 4 məktəbdən biri qəzalı vəziyyətdədir. 1500 məktəb var, 1600, 400'ü qəzalı vəziyyətdədir. Allah'ın olsun eden Mehmet'ten o vakti əsgərlikdə yani yaralanıp muharrede olurdu. Bir de bana kömək edemediler. Bəli. O da cavan oğlan, 19 yaşında oğlandı. Cavan oğlan, niye vətənlə didərgin düşməli? Niye bu adam Azərbaycanda fabrikdə işləyib, zavodda işləyib ki, əlba belə dostlarına nərd ata bir qəşək pul rəngi sima var, çay içməməliydi? Niye? Niye çörəyini Rusiyada milyonlar aktarmalıdır, Türkiye'de, Avropada? Niye? Azərbaycandan qaçanlar, gedənlər, cavan oğlanlar, lap diplomları olsa belə, yurt dışında, ölkədən qıraqda hamısı fəhlə işləyirlər də, 99% fəhlə işləyir də. Niye diplomunla öz ölkəsində fəhlə olsa belə diplomunla işləməməlidir? Diplomlu ya diplomsuz. Niye? Niye 75 bin nəfər? Hakikaten çok düz aslında. Her şey de düz aslında ama bazı hoşuna gelmiyor bazı adamların. Abi niye xoş o adamların xoşuna gəlmir ki, onlar qazanırlar, trollük eləyirlər. Kiminsə altına yıxmağa anası bayısı var. Onlar bizim də analarımızdan, bacılarımızdan kayıf tuturlar. Kişilər nə qədər kasıb olsa. Yaxşı, sana sual verim. Sən Almaniyada, Hollandiyada gəzib, bax küçədə gəzib, hansısa xoşun gələn qızı 100 dənə, 1000 dənə xoşun gələn qız olsun bir gündə. Bir cəşini pul verib yatağına soxa bilərsən? Yok. Bununla yok. Çünkü adamı minərlər. Bazlıq eləmək istəsən xüsusi yer var, ki, orada eləməlisən. Adamı minərlər. Amma sən Azərbaycanda 3 dənə qabağından gələn qızın belə bir dənə göy paçka dolları göstər, biraz xod get, üçünü də alacaqsan, almasan heç olmasa birini ya ikisini alacaqsan. Milləti bu günə qoyur. Bəli. Bəli, 3 nəfər qızdan birini, ikisini, bəzi hallarda da 3'ünü də ala biləcəksin. Çünki məcburdular. Onun xəstə yataqda adamını qaldırmaq üçün onu alır. Ulan bir tane söz. Buyur. Buyur. Şaka danışmıyor, onunla çıkana gözüne bakıyor. Yani mesela olacak, özüne hürmet edilen adam bununla çıkmaz evlenir. Hadi o da indi az qalıb. Çox az qalıb da bəy. O da indi bütün hər gün efirdə işlədir ki, orta məktəbdə qızları zorladılar. Polis də pulunu alıb buraxır. Efirlərimiz bir də görəlim. 1-ci sinifi kitabında yazırsa ki, div nənəmlə yatdı, nənəmlə uşaq oldu, babam evə gələndə, nənəm bilmədi divdən olan uşağı hara gizləsin. 1-ci sinif, 2-ci sinif kitabında belə şeylər, seksual şeylər yazılırsa, bütün efirlərimiz qəhbəxanalıq deyil, qəhbəxanadırsa efirlərimiz. Bu necə biz yaxşı cəmiyyət ola bilərik? Minimum yarısı pozğun olmalıdır. Oldu be, çok sağ ol, var ol. Allah sizi bərxudar eləsin. Sağ ol, sağ ol. Alo. Alo. Sen bir salamdan deysən, dindarsan, keçinin saqqalından uzun saqqal sarırsan, bir salam versən. Salam Allah salamı deyil mi? Salam. Ha, sen piyansan mı, hallısan mı, bir düzəməli danışamaysan mı? Sen indi mənə mane olmaq istəyirsən öz məsələrincə? Deyirəm İlham Əliyev üçün ölərsən mi sənə? Ölərsən mi İlham Əliyev üçün? Ölümə gedərsən mi? Yok. Ay kardeş, senin anan bacın benim anam bacımdır. Bu milletin ana bacısını ben öz ana bacım hesap edirəm. Sizin üçün meydandayım. Sizin üçün vuruşuram. İstəmirsənmi ki, ərəblər gəlib bugün Azərbaycanda Hindistanlılar, Hindular, Kürtlər qızlarımızı otellərdə qayırır.
Azərbaycanda desələr ki, kimisi anası bağışlı oteldə işləyir, nətər baxarsan? Sırası əxlaqsız kimi, eləmi? Amma Gürcüstanda, Ermənistanda, Almaniyada kimisi anası bağışlı oteldə işləyirsə, buna normal baxırlar. Çünki o otellərdə əxlaqsızlıq yoxdur. Doğru. Sen benim sözünü yanlış sürürsen. Düzgün de başlıyorsun. Həmin belə deyirsən, həm elə deyirsən, adamı dəli eləyirsən. Mənim bilirsən ki, bütün dini qurumlara, dini etiqadlara hörmətim var, o cümlədən əxilərə. Həmi beləsini deyirsən, həmi beləsini deyirsən. Biz sizi üçün mübarizə aparırıq. Söyməm, mən neynəməliyəm? Məni eşitmirlərsə neynəyim? Nətər mübarizə aparım? Mübarizə yolumu denənsən. Söyəndə narahat olurlar bunlar. Bunlar. Biri gəlib sənin ailənə təcavüz eləsə, əzizlərinə təcavüz eləsə, söyməzsən onu? Mən də söyürəm də bax. Görürsən, sən burnunu tutuq danışırsan, bilirəm. Deyirəm ki, sənin beləsələr söyərsənmi? Məni deyirlər də 18 əzizimi apardılar, putulkadan belə soxdular, başına mini oynaşdılar, mənə görə. Mən nə qayırmalıyam? Həyatda hər şeyimi aldılar əlimdən. Gələcək ümitlərimi, uşaqlarımın gələcək həyatını, təbəssümümü, gülüşümü belə uğurladı İlham Əliyev. Canımı alan vaxtı qaçdım Azərbaycana. Mən nə etməliyim? İlham Əliyevə sağlıq deməliyəm burada. Sağlıq deməliyəm burada. Onu bax, sizi kimi dindarlar. Suriyada savaş olur, gedib qırılırsınız. Ukraynada savaş olur, ən çox Azərbaycanlar savaşır. Harada savaş olur, bu millət qırılır. Afrikada da savaş olanda ən çox orada ölənlər ilə Azərbaycanlar olur. Çünki ölməkdən başqa şans qoymayıblar. Ya gərək bədənin şərəfini satasan, ya da ölümə doğru hərəkət edəsən. Ölüm yolunda gedəsən, başqa yox. Bildin mi? Ay əxilər, sən əxinin əxiyə görə bütün əxilərə səslənən. Sizin o dininizi, etiqadınızı yaşatmaq üçün İlham Əliyev sizə imkan tanıyıb da, mənə lazım deyil. Sizinlə heç bir təmanna olmadan siz o dini etiqadınızı, təriqətinizi yaşada biləcəksiniz bu ölkədə. Kərtənkəliyə sitayiş eləyən, kərtənkələni Allah bilib onun qabağında diz çökənə də mən hörmət eləyəcəm, o kərtənkəliyə də ona görə. Olur da, Yezdi Kürdləri Tovuz quşuna sitayiş eləyir, Günəşə. Tovuz quşuna. O birisi Hindistanlılar inəyə, bir başqaları bütə. Mən kim nəyə sitayiş eləyirsə, ona da onun elədiyinə də hörmətdən yanaşacağım. Yetər ki, nəyəsə inamı olmayan adam atom bombası olur. Nəyəsə inanıb, nəyəsə səcdə eləməyən, nəyəsə inanmayan insan çox təhlükəli olur. Alo. 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 Abi qab mı yürüsən orada? Zəng edibsənsə danışdana. Alo. Qoy bunu bloka salım. Çünki zəng edir orada qab qaşıq yürür, cavab vermir. Yəni bir də şey eləməsin, incitməsin. Alo. Alo. Aleyküm salam. Narahat edirsiniz bu vaxtda. Biz sizin dəstəkçiniz, izləyiciniz, yəni sizin hamınızı çox istəyirik. Sağ ol. Məni çox istəyəni Allah da çox istəsin. Sağ ol. Prosto biraz indi Azərbaycanda da çəkinirik, ona görə üzürü sayın nömrəmizə görə. Aydındır. Başa düşdüm. Sağ olun. Yəni marxanızdayıq, yəni papaq zadasan da mənəm bəyəxdən. Sağ ol. Payın çox olsun. Allah əvəzini versin.